O biri yox, o biri tapşırığı çıxaracaqsan. 7-ci sualı deyir, aşağıdakı iyonlardan istifadə edərək 6 müxtəlif iyon rabitəli birləşmənin formu. İyon rabitə nələr arasında olur? Metal arasında. İndi natrium florü yanaşı yaz, Zəhra. Yüklərin üstünə qeyd elə oksidaşma dərəcələrdə. Neyinirik? Çarpaz salırdıq. Bu bura düşürdü. Aha, elə olduğu kimi qalır elə 1-1. Sonra nə düzəldə bilərsən? Maqneziumla nə, məsələn natriumla başqa nəyi birləşdirə bilərsən? Orada qeyri-metal kükürt var, görsən? Natriumla kükürt yanaşı yaz. Kükürdün də kükürt. -2. Çarpaz sal. Mənfini qabağa salırsan. -2. Yox. Elə yox. Bax 2 mənfi yazıbsan ha. Mənfi qabağını. -2. Aha. Çarpaz sal. Ha, daha mənfi ilə düşmür. Modul işarələr düşür də. Eləcə yaz natrium 2S. Orada yazdığının altına 2 yaz da. Hə, natrium 2S. Visyo. Sonra nə düzəldə bilərsən? Natriumla azot məsələn. Azot da mənfi. Elə burada Sonra nə düzəldə bilərsən? Natriumdan qurtardıq. Alüminium, maqnezium keç. Maqnezium flor. Mıcı. Müsbət 2. Müsbət 2. Flor -1. Necə düzəldirsən? Mən buraya 2 düşürüm. Aha. Sonra mıcı ilə S-i birləşdir. Mıcı S. O biri salıb birləşdir, ha? Ha, o biri, sənə deyiləm. O biri Zəhra. İndi burada 2 buraya 2. 2, o da ixtisar gedəndən sonra Mən ixtisar gedəndə 1 qalır. 1 qalır. Nə deyirsən Zəhra? 6 dənəsini yazdım. 6 dənəsi. Aha, düzdür. Sonra davamını yaz Zəhra. Bura, hə, düzdür. Tamamilə düzdür. Ay, sağ ol. Neynəyəcək? Bunlar 3 bura 3. Ay, sağ ol. 2. Sonra keçirik alüminiuma. Biz o jüyor nefəsini yazdıq. 9 sənə verirsin. Müəllim. Bu yox 7 deməli. Hələ davamı var. Hə. Sonra alüminiumla kükürdü. Bir də alüminiumdan azotu. Zəhra limiti doldurdu. Artıq. Aha. Elə burada ixtisar gedir. Ay sağ ol. Oldu. Gələylər Zəhra, afərin.